Ayıldım, ondan sonra əl-ayağımı bağladılar, yenə döydülər. Ha, yenə söylüyor. Ancaq bir şey var ki, görünən nahiyələrə vurmurdular onlar. Məsələn, sifətə vurmurdular. O belə şeylər. Tabii. Qarın hissəyə, böyrəklərə, da belə mədiyə, belə xəsarət yetirirdilər. Neçə gün sen orada işkence aldın? Orada mən işgəncə aldım 10 gün. 10 gün. Ve sonra necə oldu bıraktılar? Orada da dedilər istintaqın gedişəndə ki, sizdə bir problem yoxdur, hər şey şəffafdır. İstintaq getdi ki, səni bir zərər çəkən kimi tanıdılar orada. Yox. Yox, zərər çəkən kimi mən elə bil ki, nətər araşdırmanın nəticəsində o serona mən döyülmüşəm. Yenə yığdılar bizi başqa bir yerə. İndi gəldikcə uşaqlar yenə elə incidirdilər, döyürdülər, işgəncə verirdilər. Vallahi elə adam var ki, 4 nəfər qaldırırdıq, 4 nəfər yendirirdik, otururduq, dururduq. Yəni bu vəziyyətdə döyürdük. İşkəncənin nəticəsi. Hə, bədən qapqaraydı. Bəs Yasin, o dediğin getdiyi işkəncə yeri var ama o dediğiniz zirzəmi olan. O sizin korpus sahibi olan yeriydi orada. Bəli, 212 nömrəli korpus ait. 212'nin korpusu. Bəli. Yani ikinci korpus. Bəli, ikinci korpus. Necə oldu da bıraktılar? Biz orada elə o həmən günü döyüldük, yəni biraz saxladılar ki, yəni belə deyək də, canımızdakı xəsarət biraz düzəlsin, belə deyək. Yəni şikayət edənlər də yəni çox idi. Yəni valideynlər vardı, darvazanı dağıdırdılar. Hərbi hissənin qabağında, yəni orada həmən yerdə. Belə oldu. Sonra da tabii ki bizi yığdılar bir yerə. Orada bir nəfər vardı, o döyənlərin üstünə starış idi, nədirsə bilmirəm. O dedi ki, siz gedin, bu haqq hesab bir yerdə çıxsa, hallansa, sizi ilim itirəcək. Yəni məsələ belə oldu. Yəni sizi liboy bir ağacın dibində, mən faktı deyirəm, öldürərik də, dəfn eləyərik, yəni bastırarıq. Sizin valideynləriniz desə dərik, yoxdur, qardaş, sənin məsələn oğlun, övladın, qardaşın keçib qardaşlarının yanına, keçib o tərəfə. Bizi elə bir sıxırdılar, elə qorxudurdular ki, biz ülkə danışamırdık. Yasin, bəs biz sizi oradan bırakanda ya o prosesler gedəndə biz sənədə də bir imza edirdiniz. Yox, heç bir sənət yox idi. Boşlayan vaxtı? Boşlayan vaxtı da bizi çağırdılar. Neçə nəfərik, məsələn 50 nəfərik, 100 nəfərik. Sadəcə yığdılar bir maşına. Bir maşın da öyle, bir neçə maşını idi. Zərər çəkən uşaqlar. İşkəncə görən. Bəli. Orada məsələn sizin korpus rəhbərləri. Bəli. Məsələn orada vardı manqa komandiri şəxsən özüm, əskəri vardı, giziri vardı, leytenantı vardı, baş leytenantı vardı, kapitanı gətirmişdilər. İndi yəni orada nahaq yerə döydülər o zaman. Bir elə işgəncə verdilər, heç nə də olmadı. Nəticə təsdiqini tapmadı ki, nə üstündədir. Yəni belə iş deyirlər, iş yaratırlar. Amma sübuta yetiriləsi bir fakt olmadı ortalıqda. Korpus komandirin, hərbi hissə komandirin kimlər olur? Korpus komandiri Masif Bəlxudarovdur. Hərbi hissə komandirimiz Neymət Məmmədov. Neymət Məmmədov.